Salam dostlar, bugünkü dərsimizdə biz demək anons dilində davam edəcəyik. Yəni çalışacağıq simulyatorda bizim yazdığımız mesajı çıxardaq. Xəta mesaj çıxmalıdır. Və bizdə nə qaldı? Bu step. Bizdə qaldı bir dənə gəl interrupt POS-in əlavə edək bizim funksiyanın içinə. Şübhələnirəm ki, bizə lazım olacaq. Açılsın. Və burada eləyək nə? Insert function block. Deməli, yox. Interrupt və gəl bir də əlavə edək. Belə. Söyləyək. Bəli dostlar, heç bir error çıxmalı. Gəlin bizim simulyatora start verək indi. Bəli dostlar, artıq simulyator işlədi. Gələk bizim minimize edək və bizim dəyər 5-i çağıraq. Buradan biraz balacalaşdıraq. Bizdə burada valvun alarmlar var. Gəlin bunları görüşdürək. Bunlar olsun. Bağlayaq. Valvlar. Silək. Restart. Bunu yaptırabilir. Olsun. Olsun yok ya. Tak. Ve alarma ettik. Və birinci neyiniyək? Gəlin birinci baxaq bu hansı moddadır bizdə. Tak, manualdadır. Bunu keçirdək auto moda. Item mode. Out. Out. Level test. Və deməli stepi keçirdək run moduna. Baxaq bizdə bu stopdadır düzdür. Yəni belə qoyaq. Biraz da balacalaşdıraq. Çəkəlim istəyə belə. Çəkəlim yanına və step place plate. Run edək. Tamam, birinci aktiv oldu. Randadır. İndi bizə nə lazımdır dostlar? Bizə lazımdır birinci bu stepi çağırmaq. Bunun üçün də biz condition 1'i çağırırıq və onu aktiv edirik. Bəli, artıq keçdik və indi isə biz step 1'i çağıracağıq. Buradan çağırırıq send 1'i, onu basırıq və bizdə ikinci addım işlədi. Bizə lazımdır indi demək interrupt'ı çağırmaq. Interrupt və burada onu on eləmək. Bəli dostlar, və alarmımız gəldi bura. Yəni bu alarm dərsi bu qədər. Yenə dediyim kimi test eləmək istəsəz özünüz əlavələr test eləyə bilərsiniz. Burada bu interrupt alarmı idi. Siz istəsəz user alarmı da əlavə eləyərsiniz və məlumatları
bayaq göstərdiyim və bundan qabaqki dərsdə göstərdiyim kimi bu help menüsündən ala bilərsiniz. Çox sağ olun dostlar, təşəkkür edirəm. Növbəti dərslərimiz bizim artıq olacaq, bəzi yükləmələri göstərəcəm sizə. Step kontrol içində məlumatların yüklənməsi, məsəl üçün Workbench-də məlumatların oxunması, Prosave-də də keçəcəyik. Hadisi yox, qavadan 2 ya 3 dənə dərsimiz qalıb. Ondan sonra keçəcəyik Prosave-də və Prosave-lə də yox, qavanın Centrum-VPN əlaqəsini quracağıq. Və gəlin bir şey də yoxlayaq. Tutalım ki, biz alarm off edirik. Nə baş verir? Off-dadır, alarm yolu qalıb və biz bunu silə bilirik, yoxsa yox. Bəli, silə bilirik dostlar, alarmları. Və belə dostlar, təşəkkür edirəm hamınıza. Yenə dediyim kimi, referans manualdan oxuyun. Növbəti dərslərdə artıq kontroller məlumatları yüklənməsini göstərəcəm sizə, onu göstərəcəm. 2-3 dərsdən sonra dediyim kimi keçəcəyik Prosave-ə. Çox sağ olun, növbəti dərslərə qədər.